Salam, hörmətli müəllimlər və əziz şagirdlər. Bu günləri sizlərə Azərbaycan dilindən sintaks bölməsinə aid olan söz birləşməsi ilə bağlı olan dərsin izahını təqdim edəcəm. Əvvəlcə gəlin söz birləşməsi anlayışını başa düşək. Söz birləşməsi dedikdə adından da göründüyü kimi sözlərin birləşməsi nəzərdə tutulur. Yenə də deyirəm, söz birləşməsi sözlərin birləşməsi deməkdir. Söz birləşməsi dedikdə sözlərin birləşməsi nəzərdə tutulsa da, amma bilmək lazımdır ki, söz birləşmələri hər zaman ayrı yazılır, ayrı. İndi, məsələn, bir nümunə deyəcəm, nümunə üzərinə həm dərs izahını təqdim edəcəm, həm də ayrı yazılması ilə bağlı öz fikirlərimi sizdən bölüşəcəm. Deyir, iki və daha artıq müstəqil sözü. Baxın, iki və daha artıq müstəqil sözün həm məna, həm qrammatik cəhətdən birləşməsi söz birləşməsidir. Deməli, söz birləşməsi olması üçün ən azı neçə müstəqil söz olmalıdır? İki. İki və daha artıq olmalıdır. Yəni, söz birləşməsi nədir? İki və daha artıq müstəqil sözün. Ən azı iki müstəqil söz olmalıdır və daha artıq olmalıdır. İki və daha artıq müstəqil sözün həm məna, həm qrammatikdən birləşməsidir söz birləşməsi. İndi, deyərsən müəllim, iki və daha artıq müstəqil söz deyir. Müstəqil söz dedikdə nə nəzərdə tutulur? Müstəqil söz dedikdə məhz əsas nitq hissələri nəzərdə tutulur. Əsas nitq hissələr nəzərdə tutulur. Deməli, müstəqil söz dedikdə nə nəzərdə tutulur? Əsas nitq hissələri, yəni isim, sifət, say, əvəzlik, feil və zərf. Məhz bunlar nəzərdə tutulur. İki və daha artıq müstəqil sözün, yəni əsas nitq hissələrinin, isimin, sifətin, sayın, əvəzliyin, feilin, zərfin həm məna, həm qrammatik cəhətdən birləşməsi söz birləşməsi yaradır. Söz birləşməsi adlanır. İndi biraz da fikrimizi açaq. Məsələn, deyirəm ki, evin divarı. Sonra ağıllılar məsələn. Ağıllısı. Sonra şagirdlərin üçü. Sonra başqa nümunə deyirəm. Onların hər şeyi. Sonra başqa nümunə. Evin yuxarısı. Başqa nümunə. Məsələn, məktəbə getmək. Kifayət qədər nümunə yaza bilərik. İndi tərifimizə qayıdaq. Tərifimizdə nə deyir? Söz birləşməsi yaratmaq üçün ən azı neçə müstəqil söz olmalıdır? 2 və daha artıq. Yəni, ən azı 2 müstəqil söz olmalıdır. Ondan artıq da ola bilər. 3, 4, 5, 6 və s. 2 və daha artıq müstəqil sözün. Müstəqil söz dedikdə nə nəzərdə tutulur? Əsas nitq hissəsi. Yəni, isim, sifət, say, əvəzlik, feil, zərf. 2 və daha artıq müstəqil sözün, yəni əsas nitq hissəsinin həm məna, həm qrammatik cəhətdən birləşməsi söz birləşməsidir. Gəlin bu nümunələrə baxalım. Məsələn, evin damında ev də isimdir, divar da isimdir evin divarında. Sonra ağıllar ağılsında ağıllı da sifətdir, ağıllısı o da sifətdir. Şagirdlərin üçü şagird isimdir, 3 saydır. Sonra onların hər şeyi, onlar əvəzlikdir, hər şey də əvəzlikdir. Evin yuxarısında ev isimdir, yuxarı zərfdir. Sonra məktəbə getməkdə məktəb isimdir, getmək feildir. Fikir verirsinizsə, burada ancaq əsas nitq hissələri birləşir. Hansı cəhətdən birləşir? Həm məna, həm də qrammatik cəhətdən birləşir, söz birləşməsi yaradır. Məsələn, evin divarında ev 2 dənə isim birləşib, yəni əsas nitq hissəsi, yəni müstəqil söz birləşib, söz birləşməsi yaradıb. Ağıllar ağılsında 2 dənə
sifət, yəni müstəqil söz, əsas nitq hissəsi birləşib, söz birləşməsi yaradır. Şagirdlərin üçündə şagird ismi ilə şagird ismi ilə 3 sayı birləşib, yəni 2 dənə müstəqil söz, əsas nitq hissəsi birləşib, söz birləşməsi yaradır. Onların hər şeyində, onlar əvəzliyi ilə hər şey əvəzliyi, yəni 2 dənə əsas nitq hissəsi birləşib, yəni müstəqil söz birləşib və söz birləşməsi yaradır. Evin yuxarısında ev ismi ilə yuxarı zərfi birləşib, yəni 2 dənə müstəqil söz, əsas nitq hissəsi birləşib, söz birləşməsi yaradıb. Məktəbə getməkdə məktəb ismi ilə getmək feili, yəni 2 müstəqil söz birləşib, söz birləşməsi yaradıb. Buradan da nümunələrdən də göründüyü kimi söz birləşməsinin yaranması üçün 2 və daha artıq müstəqil mənalı söz birləşməlidir ki, deməli, o söz birləşməsi. Həm məna, həm qrammatik cəhətdən birləşməlidir ki, söz birləşməsi yaransın. İndi 2 müstəqil mənalı sözlərin birləşməsi ilə yaranan söz birləşməsindən nümunələr dedik. Məsələn, 3 müstəqil mənalı söz birləşməsi yaransın. Məsələn, evin rəngli, divarı. Buradan nümunədən ev isimdir, rəng sifətdir, rəngli sifətdir, divar da isimdir. 3 dənə müstəqil mənalı, yəni əsas nitq hissəsi söz, yəni müstəqil mənalı söz birləşib və nə yaradır? Söz birləşməsi yaradır. 2 və daha artıq müstəqil mənalı, yəni əsas nitq hissəsi birləşdi, söz birləşməsi yaradır. Bu hissə deyildi. İndi gəlin deyir ki, həm məna, həm qrammatik cəhətdən birləşməlidir. Məna cəhətdən birləşmə, deyir ki, 2 və daha artıq müstəqil sözün həm məna, həm qrammatik cəhətdən birləşməsi söz birləşməsidir. 2 və daha artıq müstəqil sözün məna cəhətdən birləşib söz birləşməsi yaratması bilirsiniz nə deməkdir? Məsələn, evin divarında 2 dənə müstəqil mənalı söz, yəni əsas nitq hissəsi məna cəhətdən birləşib söz birləşməsi yaradır. Əgər burada məna cəhətdən birləşmə olmasa, biz bu birləşməni başa düşənmərik. Yəni, mənası aydın olmaz bizə. Məsələn, evin divarı dedikdə söhbətin nədən getdiyi bizə aydındır. Bizə məlumdur. Evin divarından söhbət gedir. Deməli, burada məna cəhətdən birləşmə var ki, söhbətin nədən getdiyi bizə aydın olur. Əgər məna cəhətdən birləşmə olmasaydı bu sözlərin arasında, onda o söz birləşməsi olmazdı və biz onun mənasını başa düşməzdik. Ağıllılar ağıllısı söz birləşməsində məna cəhətdən birləşmə var ki, söhbətin nədən getdiyi bilirik. Şagirdlərin üçü məna cəhətdən birləşmə var ki, bu söhbətin nədən getdiyi bilirik. Yəni, bu söz birləşməsi arasında məna cəhətdən bağlılıq olmasa, bu söz birləşməsi yaranmaz və biz də söhbətin nədən getdiyini bilmərik. Deyirik ki, söz birləşməsi 2 və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən yaranır. Bəs qrammatik cəhətdən birləşmə nədir? Şəkilçilər hesabına birləşmə. Sintaktik əlaqələr də bura daxildir, amma hazırda sintaktik əlaqələr bölməsini keçmədiyimiz üçün bu formada deyim ki, belə radiyada saxlayın ki, qrammatik cəhətdən birləşmə deyilir ki, şəkilçilər hesabına birləşmədir. Məsələn, evin divarı birləşməsi söz birləşməsidir. Çünki evin divarında həm 2 müstəqil mənalı söz birləşib, məna cəhətdən birləşib, həm də qrammatik cəhətdən birləşib. Yəni, bu şəkilçilər hesabına birləşib. Qrammatik cəhətdən birləşmək, şəkilçilər hesabına birləşmək. Gəlin təsəvvür eləyən ki, evin divarı birləşməsində in şəkilçisi və divar sözündə də ı şəkilçisi yoxdur. Ev, divar. Belə birləşmə olar, belə söz birləşməsi olar? Təbii ki, xeyr. Deməli, həm də bu söz birləşməsini yaradan nədir? Həmin sözdəki şəkilçilərdir. Xüsusi şəkilçilər. Ağıllılar ağıllısı. Gəlin şəkilçiləri siləyim. Ağıllılarda ları, amma qrammatik şəkilçini silirik. Ağıllısında da s-ni silirik. Ağıllı ağıllı. Belə bir söz birləşməsi olar? Təbii ki, xeyr. Şagirlərin üçündə gəlin şəkilçiləri siləyim. Məsələn, lər və ini sildim. Üçündə də ü-nü sildim. Şagird 3. Belə bir birləşmə olar? Olmaz. Deməli, söz birləşməsini yaradan həm də həmin sözlərdəki, yəni söz birləşməsinə daxil olan həmin sözlərdəki şəkilçilərdir. O şəkilçi olmasa, söz birləşməsi də olmaz. İndi bəzi fərqli məqamlar var, onu sintaktik əlaqələr mövzusunu keçəndə orada deyəcəm. Amma hazırda bunu bu formada yadda saxlamaq bizim üçün kifayət edir. Deməli, indi fikrimizi tam ümumiləşdiririk. Söz birləşməsi 2 və daha artıq müstəqil söz. Müstəqil söz deyəndə
əsas intisələri, yəni isim, sifət, sayə, vəzirlik, feil, zərf nəzərdə tutulur. Həmin iki və də artıq müstəqil sözün, yəni əsas intisələrinin həm məna cəhətdən, həm də qrammatik cəhətdən birləşməsidir. İndi həmin söz birləşmələri iki yerə bölünür. Biri sabit söz birləşməsidir, biri də sərbəst söz birləşməsidir. Sabit söz birləşmələri ilə bağlı məlumat leksikologiya bölməsinin keçilən zaman verilir. Yəni, sabit söz birləşmələri ilə bağlı məlumat əvvəlki dərslərdə verilir. Sabit söz birləşmələrinin digər adı frazeoloji birləşmələrdir. Frazeoloji birləşmələrdir. Və frazeoloji birləşmələrindən bağlı, təbii ki, bugünkü mövzumuz bizim sərbəst söz birləşmələridir. Amma qısa bir xatırlatma eləyək ki, frazeoloji birləşmələr tapmaq üçün əsas 3 şərt vardır. 1. Tərkibindəki sözlər məcazi olur. Məcazi. İkincisi, adətən sonuncu söz hərəkət olur. Hərəkət. Üçüncü isə şərt odur ki, bütövlükdə bir suala cavab verir. Bir suala cavab verir. Yəni, 3 şərtin 3'ü də olmalıdır ki, frazeoloji birləşmə olsun. Yəni, sabit söz birləşməsi olsun. Məsələn, qulaq asmaq sözün deməli birləşməsini yazıram. Bir də məsələn, acı soğan. Bir də belə yazıram. İndi görək bunların hansı frazeoloji birləşmədir. Frazeoloji birləşmə olması üçün bu 3 tələbin 3'ü də həmin birləşmədə mütləq olmalıdır. Deyir, tərkibindəki söz məcazi mənada olsun. Biz bilirik ki, həqiqi məna dedikdə söhbət əgər anlayışın özündən gedirsə, həqiqi mənadır. Söhbət anlayışın özündən getmirsə, məcazi mənadadır. Məsələn, qulaq asmaq birləşməsində söhbət, qulaq asmaq hansı mənada işlənir? Qulaq asmaq dinləmək mənasında işlənir. Dinləmək. Yəni ki, qulaq asmaq dedikdə söhbət nədən gedir? Dinləməkdən. Daha burada qulaq asmaq birləşməsində söhbət qulaqdan və yaxud da asmaqdan getmir. Yəni, söhbət anlayışın özündən getmir. Həmin birləşməyə daxil olan sözlərdə söhbət anlayışın özündən getmir. Məsələn, qulaq asmaq birləşməsində söhbət qulaqdan və asmaqdan getmir. Söhbət nədən gedir? Dinləməkdən gedir. Yəni, söhbət anlayışın özündən getmirsə, demək, onda onun tərkibində daxil olan sözlər məcazi mənadadır. Və sonuncu söz adətən hərəkətdə asmaq hərəkətdir. Və bütövlükdə bir suala cavab verir. Qulaq asmaq nə etmir? Deməli, 3 fikrin 3'ü də bu birləşmədə varsa, deməli o frazeoloji birləşmə hesab olunacaq. İndi gəlin görən acı soğan frazeoloji birləşmədir. Acı soğanda hətta belə nümunə yazım, bu rahatdır. Məsələn, deyirəm ki, acı söz. Acı söz birləşməsi gəlin görən frazeolojidir. Acı söz deyəndə, yəni bu birləşmənin tərkibinə daxil olan sözlərdə acı dedikdə söhbət anlayışın özündən getmir. Niyə? Çünki sözün kimsəyə götürüb dadına baxmayıb ki, bu acıdır, şirindir. Söz kəskin olduqda ona deyirlər acı. Yəni, burada acı dedikdə söhbət heç də nəyinsə acılığı nəzərdə tutulmur. Məsələn, soğanın acılığındakı kimi acılıq nəzərdə tutulmur burada. Yəni, acı dedikdə burada, bu birləşmədə söhbət anlayışın özündən getməyib. Ona görə acı söz burada məcazidir. Amma acı söz deyəndə, söz dedikdə isə söhbət elə sözün özündən gedir. Anlayışın özündən gedir. Ona görə burada sözü həqiqi mənadadır. Artıq bu birləşmənin tərkibindəki sözlərdən biri həqiqi mənada oldu. Həqiqi mənada oldusa, deməli mən bunu artıq frazeoloji birləşmə götürə bilmərəm. Çünki frazeoloji birləşmənin tərkibinə daxil olan hər bir söz məcazi mənada olur. Və bir də, deməli artıq həqiqi mənada olduğuna görə buradakı sözlərdən biri o frazeoloji birləşmə hesab olunmayacaq. Yəni, adı söz frazeoloji deyil. Çünki adı söz birləşməsində söz sözü həqiqi mənadadır onun üçün. Və eyni zamanda bütövlükdə bir suala cavab vermir. Ayrı-ayrı suala cavab verir. Söz, nə söz, necə söz, adı söz. Ayrı-ayrı suala cavab verir. Yəni, frazeoloji birləşmənin
tapılması ilə bağlı o 3 şərti qısa da olsa xatırlatdıq. Bilməliyik ki, tərkibindəki sözlərin hamısı məcazi mənada olmalıdır. Son söz hərəkət olmalıdır. Bütövlükdə bir suala cavab verməlidir. Keçirik digər izahlara. Deməli, bugünkü bizim mövzumuz əslində sabit söz birləşmələri, yəni frazolu birləşmə deyil, sərbəst söz birləşmələri. Sərbəst söz birləşmələri ilə bağlı məlumatı deyək. Sərbəst söz birləşmələrinin iki tərəfi var. Deməli, sərbəst söz birləşmələrinin iki tərəfi var. Birinci tərəf var, birinci tərəf. Bir də ikinci tərəf var. Birinci tərəf adlanır aslı tərəf, ikinci tərəf adlanır əsas tərəf. Məsələn, deyirəm ki, divar kağızı. Divar kağızı. Divar kağızı birləşməsinin birinci tərəfi divar sözüdür, ikinci tərəf isə kağız sözdür. Birinci tərəf divar aslı tərəf hesab olunacaq. İkinci tərəf kağız sözü isə əsas tərəf hesab olunacaq. Əsas tərəf hesab olunacaq. Deməli, sərbəst söz birləşmələrinin iki tərəfi var. Aslı tərəf, əsas tərəf, aslı tərəf birinci tərəfdir, əsas tərəf ikinci tərəfdir. Ümumiyyətlə, sərbəst söz birləşmələri, bayaq dedik ki, ümumiyyətlə söz birləşmələri müstəqil mənalı sözlər yaradır. Sözlər. Yaxşı, müstəqil mənalı sözlər dedikdə hansı nitq hissələr nəzərdə tutulur? Əsas nitq hissələr nəzərdə tutulur. Əsas nitq hissələr hansılardır? İsim, sifət, say, əvəzlik, zərf. Əsas nitq hissələr bunlar. Bir də feil. Yəni, ümumiyyətlə söz birləşməsini yaradan əsas nitq hissələrdir. Yəni, isim, sifət, say, əvəzlik, feil, zərf. Bunlardır. İndi sərbəst söz birləşmələrini, yəni köməkçi nitq hissələri, söz birləşməsi yarada bilməz. Bir də olmaq, etmək, eləmək, sonra olmaq, etmək, eləmək, bilmək sözü, A-yə qoşulan bilmək sözü, bu yarım müstəqil sözlər, yarım müstəqil sözlər söz birləşməsi yarada bilmir. Demək, söz birləşməsini yaradan nədir? Əsas nitq hissələrdir. Yəni, isim, sifət, say, əvəzlik, feil, zərf. Söz birləşməsini onlar yaradır. Köməkçi nitq hissəsi söz birləşməsi yarada bilməz. Niyə? Çünki bayaq dedik ki, söz birləşməsinin tərkibində nə dedik? Dedik ki, iki və daha artıq müstəqil mənalı söz birləşib söz birləşməsi yarada bilər. Müstəqil mənalı dedikdə əsas nitq hissələri, yəni isim, sifət, say, əvəzlik, feil, zərf nəzərdə tutulur. Onlar söz birləşməsi yarada bilər. Niyə yarada bilər? Çünki müstəqil mənalıdırlar axı, ona görə. Köməkçi nitq hissəsinin isə müstəqil mənası olmadığı üçün, köməkçi isə söz birləşməsi yarada bilməz. Məsələn, deyirəm ki, sənin qədər. Burada söz birləşməsi deyil. İki dənə söz olsa da, bu sözlərdən biri sənin sözü əvəzlikdir, yəni müstəqil mənası var. Amma qədər sözü köməkçi hissəsi, yəni qoşma olduğu üçün qədər sözü ilə söz birləşməsi yarada bilmərəm. Söz birləşməsi olmağına görə ən azı iki müstəqil mənalı, yəni ən azı iki əsas nitq hissəsi olmalıdır. Amma sənin qədərdə isə yalnız bir dənə əsas nitq hissəsi var, o da sənin sözdür. Qədər sözü köməkçi hissəsidir, ona görə o söz birləşməsi yarada bilməz. Yaxud da deyirəm, sənə kimi. Baxın, sənə sözü əvəzlikdir, kimi isə köməkçi hissəsidir, ona görə o da söz birləşməsi yarada bilməz. Çünki söz birləşməsini köməkçi hissəsi söz birləşməsi yarada bilmir.
köməkçi hissəsinin söz birləşməsi yarada bilməməyinin səbəbi müstəqil leksik mənasının olmamasıdır. Hə, köməkçi hissəsi söz birləşməsinin tərkibində iştirak eləyə bilər. Bəli, iştirak eləyə bilər. Amma yarada bilməz. Məsələn, deyirəm ki, sənin üçün oxumaq. Sənin üçün oxumaq gözəldir. Necədir? Gözəldir. Xəbər nə gözəldir? Sənin üçün oxumaq. Məstər tərkibidir, yəni feili birləşmədir. Yəni söz birləşməsidir. Deməli, bu söz birləşməsidir. Fikir verin, burada üçün qoşmadır. Yəli qala qoşulan qoşmadır. Üçün qoşması söz birləşməsi yaratmayıb. Amma sənin üçün oxumaq məstər tərkibinin, yəni feili birləşməsinin tərkibində iştirak edir. Tərkibində söz birləşməsi, yəni tərkibində iştirak edir, amma söz birləşməsi yarada bilmir. Söz birləşməsi yarada bilməməyinin səbəbi də müstəqil mənasının olmamağıdır. Sonra bundan əlavə etmək, eləmək, olmaq və AA şəkilsinə qoşulan bilmək yarım müstəqil söz kimi çıxış etdikdə söz birləşməsi yarada bilmir. Məsələn, deyirəm ki, yaxşı olmaq. Bu artıq söz birləşməsi deyil. Söz birləşməsi yaranmır. Çünki niyə? Yaxşı sözün müstəqil mənası var. Amma etmək, eləmək, olmaq və A-ya qoşulan bilmək sözləri isə yarım müstəqildir. Yəni, bunların müstəqil mənası yoxdur. Yarım müstəqil mənası var da, müstəqil mənası yoxdur. Ona görə o sözlər söz birləşməsi yaratmır. Yəni, bu söz birləşməsi deyil. Yaxud da kömək, etmək, kömək etmək. Bu da söz birləşməsi yaratmadı. Etmək burada, çünki yarım müstəqil söz kimi çıxış edib. Yaxud da yardım eləmək, yardım eləmək. Burada da eləmək sözü yarım müstəqil söz kimi çıxış etdiyinə görə bu da söz birləşməsi yaratmayıb. Və eyni zamanda deyirəm, yaza bilmək. Burada da bilmək sözü A-ya qoşulduğuna görə yarım müstəqil söz kimi çıxış edir və burada da söz birləşməsi yaratmır. Deməli, olmaq, etmək, eləmək və A şəkilsinə qoşulan bilmək sözü yarım müstəqil söz kimi çıxış etdiyi üçün söz birləşməsi yaratmırlar. Sonra, bundan əlavə başqa bir nümunəni deyim. Bəs olmaq, etmək, eləmək və bilmək sözləri nə zaman söz birləşməsi yarada bilərlər? Bax, köməkçi nitqisələri heç vaxt söz birləşməsi yarada bilmir. Amma olmaq, etmək, eləmək, bilmək sözü yarım müstəqil söz kimi çıxış etdikdə söz birləşməsi yarada bilmir. Yarım müstəqil söz kimi çıxış etmədikdə söz birləşməsi yarada bilir. Nə zaman yarım müstəqil söz kimi çıxış etmir? Yəni nə zaman söz birləşməsi yarada bilir? Olmaq sözü əgər iştirak etmək, var olmaq və yaşamaq mənasında işləndikdə, artıq olmaq sözü orada müstəqil söz kimi çıxış edəcək, müstəqil. Və bu zaman söz birləşməsi yaradacaq. Məsələn, deyirəm ki, iclasda olmaq. İclasda olmaq ona xeyli təcrübə qazandırdı. Artıq nə etdi qazandırdı? Nə ona xeyli təcrübə qazandırdı? İclasda olmaq. Burada olmaq sözü iştirak etmək mənasında işlənir. Yəni iclasda iştirak etmək. Deməli, onda iştirak etmək mənasında işlənibsə, artıq burada olmaq sözü müstəqil sözdür və müstəqil söz isə deməli iclasda olmaq artıq burada söz birləşməsi olacaq. Söz birləşməsi. Qısa konkret olmaq sözü iştirak etmək, var olmaq, yaşamaq mənasında işləndikdə olmaq sözü müstəqil söz kimi çıxış edir. Və bu zaman söz birləşməsi yaradır. Yaxud da yaşamaqdan bağlı deyim. Məsələn, deyirəm ki, Bakıda olanda qonşularla mehriban
Dolanırdıq. Dolanırdıq. Nə edirdik? Dolanırdıq. Xəbər. Nə zaman? Bakıda olanda. İndi burada olanda olmaq, yəni yaşamaq mənasındadır. Yəni Bakıda yaşayanda da. Deməli, yaşamaq mənasında işləmsə, deməli olanda söz burada müstəqil söz kimi çıxış etdi və bu zaman Bakıda olanda artıq söz birləşməsi oldu. Bu formada daha sonra olmaq sözü ilə bağlı məlumatı dedim. Keçdik. Yəni nə zaman söz birləşməsi yaradır? Etmək və eləmək. Elə bunlar eyni anlayışlardır. Deməli, etmək, eləmək, yerinə yetirmək mənasında işləndikdə artıq müstəqil söz kimi çıxış edir və bu zaman söz birləşməsi yaradır. Məsələn, dərsini etmək onu çox rahatladırdı. Nə edirdi? Rahatladırdı. Xəbər. Nə onu çox rahatladırdı? Dərsini etmək. Yəni, dərsini yerinə yetirməkdir. Etmək burada yerinə yetirmək mənasındadır. Və yerinə yetirmək mənasında çıxış edibsə, deməli, artıq burada etmək sözü müstəqil sözdür. Müstəqil sözdürsə, deməli, dərsini etmək artıq söz birləşməsi hesab olunacaq. Yəni, etmək sözü burada söz birləşməsi yaradacaq. Yaxud da dərsini eləmək fərqi yoxdur. Sonra, digər nümunə ilə bağlı deyim, bilmək sözü. Bilmək sözü, əgər Aə şəkilçisinə qoşulmasa, onda bilmək sözü müstəqil söz kimi çıxış edəcək və bu zaman artıq söz birləşməsi yaradacaq. Məsələn, deyirəm ki, dərsi bilmək onu xeyli deməli rahatladırdı. Dərsi bilmək onu xeyli rahatladırdı. Burada bilmək sözü, bir dənə nümunə yazım. Məsələn, deyirəm ki, yaza bilmək onu xeyli rahatladırdı. İndi iki dənə nümunə var bilmək sözü ilə bağlı. Dərsini bilmək onu xeyli rahatladır. Nə edir? Rahatladır xəbər. Nə? Dərsini bilmək mübtada. Yaza bilmək onu xeyli rahatladır. Nə edir? Rahatladırdı. Nə? Yaza bilmək. Burada da yaza bilmək mübtadadır. Amma yaza bilmək söz birləşməsi deyil. Səbəbini deyil. Yadda saxlayın. Bilmək sözü Aə şəkilçisinə qoşulduqda söz birləşməsi yaratmır. Yəni, burada fikir verin, bilmək sözü yaza sözündə AA şəkilçisinə qoşulur. Ona görə burada bilmək sözü artıq yarım müstəqil söz kimi çıxış edəcək, yarım müstəqil. Və yarım müstəqil söz kimi çıxış etdiyinə görə bilmək sözü artıq söz birləşməsi yaratmayacaq burada. Bu mürəkkəb sözdür, sadəcə olaraq. Yəni, söz birləşməsi deyil. Deməli, bilmək sözü AA şəkilçisinə qoşulduqda yarım müstəqil söz kimi çıxış edəcək və bu zaman söz birləşməsi yaratmayacaq. Sadəcə olaraq mürəkkəb sözdür. Amma dərsi bilmək onu xeyli rahatladı. Nə dərsi bilmək? Artıq bilmək sözü burada Aə şəkilçisinə qoşulmadığı üçün bilmək sözü müstəqil söz kimi çıxış edir və bu zaman dərsi bilmək artıq söz birləşməsi hesab olunacaq. Bəli, davam edirik əziz dostlar. İndi isə söz birləşmələrini, yəni sərbəst söz birləşmələrinin qurluqca növlərinə nəzər salaq. Söz birləşmələri qurluqca iki cür olur. Bir, sadə söz birləşmələri, bir də mürəkkəb söz birləşmələri. Sadə söz birləşmələri iki müstəqil sözün birləşməyinə yarar. Müstəqil sözün
birləşməsində yaranır. Birləşməsində yaranır. Yəni müstəqil söz dedikdə bilirik ki, əsas nitq hissələri nəzərdə tutulur. Yəni isim, sifət, say, əvəzlik, feil, zərf. Mürəkkəb söz birləşmələri isə 3 və daha artıq sözün birləşməyindən yaranır. Mən baxıram, məsələn, bir nümunə deyim. Məsələn, lövhənin rəngi. Neçə dənə müstəqil? Lövhə də isimdir, rəng də isimdir. 2 dənə müstəqil söz birləşib. Deməli, bu 2 müstəqil sözün birləşməyinə yarandığına görə sadə söz birləşməsidir. Axı dedik, sadə söz birləşməsi 2 müstəqil sözün birləşməyinə yaranır. Mürəkkəb söz birləşməsi isə 3 və daha artıq müstəqil sözün birləşməyinə yaranır. Məsələn, pəncərənin şəffaf şüşəsi. Neçə müstəqil sözdür? Pəncərə isim, şəffaf sifət, şüşə isim. 3 müstəqil sözün birləşməyinə yaranır. Deməli, bu mürəkkəb söz birləşməsidir. Qısa və konkret desək, sadə söz birləşməsi 2 müstəqil sözün, yəni 2 dənə əsas nitq hissəsinin sözün birləşməyinə yaranır. 2 əsas nitq hissəsinin birləşməyinə yaranır sadə söz birləşməsi. Mürəkkəb söz birləşməsi isə 3 və daha artıq müstəqil sözün, yəni əsas nitq hissəsinin birləşməyinə yaranır. Köməkçi nitq hissəsi söz birləşməsi yarada bilməməklə yanaşı, həm də söz birləşməsinin quruluşuna da təsir etmir. Söz birləşməsinin quruluşuna təsir etmir. Bununla bağlı buranı silim, yuxarı ilə əlaqəli olduğuna görə yazalım. Lövhəni. Deməli, bir dənə diqqət nəzərə yetirəyim. Dedik ki, köməkçi nitq hissəsi söz birləşməsinin yarada bilmədiyi kimi, həm də söz birləşməsinin quruluşuna da təsir etdirir. Məsələn, evə sarı getmək. Evə sarı getmək. Neçə müstəqil söz var? Evə isimdir, sarı qoşmadır, getmək də feildir. Deməli, bunlardan ikisi əsaslıdır, isimdən feil, düzdür? Sarı köməkçi nitq hissəsi olduğuna görə köməkçi hissəsidir. Onda deyirik, evə sarı getmək sadə söz birləşməsi olar, yoxsa mürəkkəb? Baxıram, görəm neçə müstəqil söz var burada. Ev və getmək. 2 müstəqil söz var. 2 müstəqil söz olduğuna görə evə sarı getmək söz birləşməsi sadə söz birləşməsi olacaq. Yenə də deyirəm, sadə söz birləşməsi 2 müstəqil sözün birləşməyinə yaranır. 2 müstəqil sözün birləşməyində yaranırsa, deməli köməkçi nitq hissələri də söz birləşməsinin quruluşuna təsir etməyəcək. Evə sarı getməkdə sarı köməkçi hissəsi olduğuna görə və evə sarı getmək birləşməsində 2 müstəqil söz olduğu üçün deyir ki, bu sadə söz birləşməsidir. Ay müəllim, orada sarı var axı. Sarı sözü ola bilər, amma müstəqil söz deyil o. Sadə söz birləşməsi 2 müstəqil sözün birləşməyinə yaranır və burada da 2 müstəqil söz olduğuna görə evə sarı getmək sadə söz birləşməsidir. Məsələn, sənin üçün gələndə. Sənin üçün gələndə neçə müstəqil söz var? Sən əvəzlikdir, üçün qoşmadır, gələndə feildir. Yəni 2 dənə əsas nitq hissəsi var, bir dənə köməkçi hissəsi var. Deməli, neçə müstəqil söz var? 2 müstəqil söz var. Yəni 2 əsas nitq hissəsi var. Deməli, onda sənin üçün gələndə sadə söz birləşməsidir. 2 müstəqil sözün birləşməyinə yarandığı üçün. Mürəkkəb söz birləşməsi. Mürəkkəb söz birləşməsi isə 3 və daha artıq müstəqil sözün birləşməyinə yaranmalıdır. Bayaqlar onunla bağlı nümunədə dedik. Necə köməkçi isə söz birləşməsinin quruluşuna təsir edə bilmir, eyni zamanda yarım müstəqil sözlər olan olmaq, etmək, eləmək və Aə şəkilçisinə qoşulan bilmək də söz birləşməsinin quruluşuna təsir edə bilmir. Məsələn, deyirəm ki, dosta yaxşı olmaq
olmaq. Dosta yaxşı olmaq onu, məsələn, anlamaqdır. Anlamaqdır. Nədir? Anlamaqdır. Onu anlamaqdır. Nə? Nə onu anlamaqdır? Dosta yaxşı olmaq. İndi bir şey deyim. Deyər ki, dosta yaxşı olmaq söz birləşməsidir. Neçə müstəqil söz var burada? Dosta isim, yaxşı sifətdir. Yaxşı olmaq bir yerdə feil götürülür. Məsələn, olmaq yarım müstəqil olduğuna görə burada. Yarım müstəqildir bu. Dost müstəqildir. Yaxşı da müstəqildir. Olmaq yarım müstəqil olduğuna görə bu da sadə söz birləşməsidir. Çünki mürəkkəb söz birləşməsi olmağa görə 3 və də artıq müstəqil sözün birləşməyinə yaranmalı idi. Burada isə 2 müstəqil söz var. Dost və yaxşı sözü. Olmaq sözü isə yarım müstəqil olduğuna görə dosta yaxşı olmaq artıq mən onun mürəkkəb söz birləşməsi götürməyəcəm. O sadə söz birləşməsidir. Mürəkkəb söz birləşməsi olmağa görə 3 və daha artıq müstəqil söz birləşməyinə yaranmalıdır. Olmaq isə burada yarım müstəqil olduğuna görə mən onu mürəkkəb söz birləşməsi götürmürəm dosta yaxşı olmalı. Yaxud da ona kömək etmək. Mənə xoşdur. Necədir? Xoşdur. Nə mənə xoşdur? Ona kömək etmək. Söz birləşməsidir. Söz birləşməsidir. İndi sadə söz birləşməsidir, yoxsa mürəkkəb? Ona əvəzlikdir, kömək isimdir. Etmək yarım müstəqil olduğu üçün deməli, burada neçədən müstəqil var? Ona bir müstəqil sözdür. Kömək başqa bir müstəqil sözdür. 2 dənə müstəqil söz var. Etmək isə yarım müstəqildir. 2 müstəqil sözün birləşməyinə yaransa, deməli, bu da sadə söz birləşməsidir. Deməli, köməkçi hissələr kimi etmək, eləmək, olmaq, bilmək də onlar da yəni söz birləşməsinin quruluşuna təsir etmir. Məsələn, bilməkdən bağlı yazım ki, dostunu anlaya bilmək ona olunan yaxşılıqdır. Yaxşılıqdır. Nədir? Yaxşılıqdır. Nə yaxşılıqdır? Dostunu anlaya bilmək. Burada, bu da söz birləşməsidir, amma sadədir bu da. Çünki dost isimdir, müstəqil mənası var. Anlaya bilmək birlikdə mürəkkəb feildir. Yəni, bilmək sözü yarım müstəqil olduğuna görə artıq bu da sadə olacaq, dostunu anlaya bilmək. Sonra gəldik indi söz birləşmələrindən, deməli, söz birləşmələrindən bağlı bunlar dedik. Digər məsələlərə gəldik. O da nədir? Söz birləşmələri əsas tərəfin söhbət sərbəst söz birləşməsindən gedir. Əsas tərəfin ifadə vasitələrinə görə əsas tərəfin ifadə vasitələrinə görə söz birləşmələri 2 yerə bölünür. 2 yerə bölünür. Deməli, əsas tərəfin ifadə vasitələrinə görə söz birləşmələri neçə yerə bölünür? 2 yerə. Bayaq dedik, sərbəst söz birləşmələrinin 2 tərəf var. Asıl tərəf, əsas tərəf. Asıl tərəf birinci tərəfdir, əsas tərəf də ikinci tərəfdir. İndi asıl tərəfdən işimiz yoxdur. Tamam.
Deməli, söz birləşməsi əsas tərəfin. Dedik ki, söz birləşməsində əsas tərəf neçənci tərəf idi? İkinci tərəf. Yəni, əsas tərəfin, yəni ikinci tərəflərin ifadə vasitəsinə görə söz birləşməsi iki yerə bölünür. İkinci tərəflərin ifadə vasitəsinə görə, yəni ikinci tərəf əsas tərəf idi də. İfadə vasitəsinə görə söz birləşmələr iki yerə bölünür. Bir, ismi birləşmələr, bir də feili birləşmələr. Gördük ki, əsas tərəfi adlar deyəndə nə nəzərdə tutulur? İsim, sifət, say, əvəzlik və zərf. Əsas tərəfə adlarla ifadə olunursa, yəni isim, sifət, say, əvəzlik, zərflə ifadə olunursa, mən həmin söz birləşmələrinə deyəcəm, ismi birləşmələr. Amma əsas tərəfi feilin təsriflənməyən formaları ilə. Feilin təsriflənməyən formaları hansılardır? Məsdər, feili sifət və feili bağlama ilə ifadə olunursa əsas tərəfi, ona deyəcəm feili birləşmə. Məsələn, evin damında əsas tərəf dam isimdir. İsimlə ifadə olunub əsas tərəf. Adamın ağıllısı, əsas tərəfə ağıllı sifəti ilə ifadə olunub. Evin üçüncüsü, əsas tərəfi say ilə ifadə olunub. Mənim hər şeyim əsas tərəfə əvəzliklə ifadə olunub. Evin yuxarısı əsas tərəf zərflə ifadə olunub. Yəni, əsas tərəf adlarla ifadə olunubsa, deməli, mən bunları deyəcəm isim birləşmə. Deməli, evin damında əsas tərəf dam ismi ilə ifadə olunduğuna görə evin damı oldu ismi birləşmə. Adamın ağıllısı, əsas tərəf ağıllı sifəti ilə ifadə olunduğuna görə adamın ağıllısı oldu ismi birləşmə. Evin üçüncüsü, əsas tərəf üçüncü sayı ilə ifadə olunduğuna görə evin üçüncüsü oldu ismi birləşmə. Mənim hər şeyim, əsas tərəf hər şeyə əvəzliyi ilə ifadə olunduğuna görə mənim hər şeyim oldu isim birləşmə. Evin yuxarısı, əsas tərəf yuxarı zərfi ilə ifadə olunduğuna görə evin yuxarısı oldu ismi birləşmə. Yəni, əsas tərəf adlarla ifadə olunanda həmin birləşmə deyirik ismi birləşmə. Amma əsas tərəfi məsdər, feilin təfsirlənməyən formaları olan məsdər, feil və feili bağlama ifadə olunursa, o feili birləşmədir. Məsələn, məktəbə gəlmək, əsas tərəfi gəlmək, məsdərlə ifadə olundu. Məktəbə gələn əsas tərəf feili sifətlə ifadə olundu. Məktəbə gələndə əsas tərəfi feili bağlama ilə ifadə olundu. Əsas tərəfi məsdər, feil və feili bağlama ifadə olunubsa, deməli bu birləşmə olacaq feili birləşmə. Gəldik ismi birləşmələrdə, ismi birləşmənin növləri. İsim birləşmələrdə. Əvvəlcə bilmək lazımdır ki, deməli, ismi birləşmələr birinci tərəf hansı idi? Aslı. Birinci tərəfin. İkinci tərəfi. İkinci tərəf hansı idi? Təbii ki, əsas. İkinci tərəfi izah edib etməməyinə görə. İki növü var ismi birləşmənin. Deməli, biz bilirik ki, ismi birləşmənin əsas tərəfi adlarla ifadə olunur. İsim, sifət, say, əvəzlik, zərflə ifadə olunur. İndi əsas tərəfə adlarla ifadə olunan həmin ismi birləşmələrdə özü də birinci tərəf, ikinci tərəfi izah edib etməməyinə görə iki növə ayrılır. Onun növlərdən biri olur təyini ismi birləşmə. Təyini ismi birləşmə. Biri də olur qeyri-təyini ismi birləşmə. Təyini ismi birləşmədə asılı tərəf əsas tərəfi izah eləyəcək. Məsələn, deyirəm, kitab səhifəsi. Yaxud da başqa nümunə deyirəm. İndi qeyri-təyini ismi birləşməyə yazım ki, məsələn, dağdan uca. Sonra burada yazıram, məsələn, uca dağ. Deməli, təyin isim birləşmələrdə asılı tərəf, yəni birinci tərəf, əsas tərəfi, ikinci tərəfi izah edir. Məsələn, kitab səhifəsində asıl tərəf kitabdır, əsas tərəf səhifədir.
Səhvə çox ola bilər də. Jurnalında səhvəsi olar, dəftərində səhvəsi olar. Səhvə çoxdur. Söhbət hansı səhvədən gedir? Kitab səhvəsindən. Deməli, kitab sözü səhvə sözünü izah elədi ki, söhbət hansı səhvədən gedirmiş? Kitab səhvəsindən. Deməli, asıl tərəf əsas tərəfi izah elədi. Ona görə məhz bu birləşmə olur təyini ismi birləşmə. Asıl tərəf əsas tərəfi izah etdiyinə görə, yəni asıl tərəf əsas tərəfi təyin etdiyi üçün bu birləşmə olur təyini ismi birləşmə. Uca dağ. Dağ çoxdur. Alçaq dağlar var, sıra dağlar var. Dağ çoxdur. Söhbət hansı dağdan gedir? Uca dağdan. Yəni uca sözü dağ sözünü izah elədi. Yəni uca söz dağ sözünü təyin etdi. Ona görə bu da təyin isim birləşmədir. Qeyri təyin isim birləşmənin isə asıl tərəf əsas tərəfi izah etmir. Baxın, dağdan uca. Söhbət hansı ucadan gedir? Dağdan ucadan gedir. Elə deyə bilərəm. Xeyr, burada asıl tərəf əsas tərəfi izah eləmir. Yəni dağdan sözü uca sözünü izah eləmir. Ona görə bu olacaq qeyri-təyin isim birləşmə. Və qeyri-təyin isim birləşmə bilmək lazımdır ki, təbii ki, qeyri-təyin ismi birləşmə də adı üstündə ismi birləşmədir. Təyin ismi birləşmə də ismi birləşmədir. Hər ikisi ismi birləşmədir. Sadəcə birinci tərəf, ikinci tərəfi izah edəndə təyini deyirik. Birinci tərəf, ikinci tərəfi izah etmədikdə qeyri-təyin deyirik. Və qeyri-təyin ismi birləşmənin aslı tərəfi ismi, deməli, yönlük, təsirlik, yerlik, çıxışlıq, halında olmaqla şəndə mənsubə şəkilçisi qəbulu, mənsubə şəkilçisi olur. Deməli, qeyri-təyin isim birləşmənin asıl tərəfi yönlük halda olur, təsirlik halda olur, yerlik halda olur, çıxışlıq halda olur və asıl tərəfi həm də mənsubə şəkilçisi olur. Bu formada. İndi təyini ismi birləşmələrdən bağlı məlumat verim. Əslində təyini isim birləşmələr abituriyentlərin buraxılış imtahanlarının xüsusilə proqramından çıxarılıb, elə söz birləşməsi ilə bağlı ümumi məlumat deyilir. Mən bunu qısa şəkildə deyəcəm, amma bununla bağlı əlavə bizim məlumatımız, yəni ayrıca bir məlumatımız da olacaq. Bugünlük gələn söz birləşmələri ilə bağlı məlumatımız bundan ibarətdir, amma bir məlumatı mütləq diqqətinizə çatdırmalıyam ki, bunları bilmək lazımdır. Deməli, söz birləşmələri ilə sözün həm oxşar, həm də fərqli cəhətləri var. Gəlin görək, söz birləşmələri ilə sözün fərqli cəhəti nədir? Söz birləşmələri sözlərdən gəlir. Bəli, məktəb həyətinə fikir verək. Məktəb həyəti söz birləşməsi məktəb və həyət sözlərinin birləşməyindən yaranır. Məktəb və həyət sözlərinin birləşməyindən yaranır. Deməli, söz birləşmələri sözlərin birləşməyindən yaranır. Amma sözlər isə səslərdən yaranır. Məsələn, həyət sözü h, ə, y, ə, t səslərindən yaranır. Sonra, söz birləşmələrini konkret ad bildirir. Məsələn, amma söz isə ümumi ad bildirir. Məsələn, həyət deyəndə burada bağçanın həyəti, məktəbin həyəti, evin həyəti, idarənin həyəti, çox həyəti nəzərdə tutula bilər. Düzdür, burada həyət deyəndə ümumi anlayış nəzərdə tutulur. Amma məktəbin həyəti deyildikdə artıq konkret, mən bilirəm ki, burada idarənin həyəti nəzərdə tutulmur, bağçanın həyəti nəzərdə tutulmur, evin həyəti nəzərdə tutulmur. Burada konkret məktəbin həyəti nəzərdə tutulur. Ona görə söz birləşmələrində ad bildirir, amma konkret ad bildirir. Söz isə ad bildirəndə ümumi ad bildirir. Sonra söz birləşmələrini biz sintaksda öyrəndiyimiz üçün sintaktik vahid hesab olunur. Sözlər isə leksikologiya bölməsində öyrəndiyimiz üçün leksik vahid hesab olunur. Söz birləşmələri cümlənin mürəkkəb üzvüdür. Nə deməkdir bu? Biz bilirik ki, cümlə üzvləri, cümlənin 5 üzvü var. Mübtəda, xəbər, tamamlıq, təyin, zərflik. Və söz birləşmələri mənim qələmim səndə qalıb. Söz birləşmələri qalıb. Söz birləşmə, deməli deyir ki, cümlənin 5 üzvü var. Mübtəda, xəbər, tamamlıq, təyin, zərflik. Söz birləşmələri cümlənin mürəkkəb üzvü olur. Yəni mürəkkəb mübtədası, xəbəri, tamamlığı, təyini, zərfliyi olur. Söz isə cümlənin sadə üzvü olur. Mənim qələmim səndə qalıb. Nə edib? Qalıb xəbər. Sözdür, düzdür, qalıb sözdür də və cümlənin sadə xəbəridir. Dedik axı, söz birləşmələri sözdən ifadə olunanda cümlənin sadə üzvü olur. Bu sadə xəbərdir. Səndə, kimdə, səndə deməli tamamlıqdır və sözlə ifadə olunduğuna görə bu da sadədir.
Nə qalıb? Mənim qələmim, bu da mübtadadır, amma baxdım ki, mübtadamız isə söz birləşməsində ifadə olunub. Deməli, bu artıq mürəkkəb mübtada hesab olunacaq. Mürəkkəb mübtadadır, bəli. Mürəkkəb mübtada hesab olunacaq. Deməli, mürəkkəb mübtadalarımız söz birləşməsi, ümumiyyətlə, mürəkkəb cümlə üzvlərimiz söz birləşməsi ilə ifadə olunur. Sonra dedik ki, tərəflərin öz müstəqil vurğusu olur. Məsələn, məktəb həyətində məktəbin də öz vurğusu var, həyətində. Amma sözün isə bir vurğusu olur. Məktəb, həyət, ayrı-ayrı vurğuları olur, yəni. Qurulursa söz birləşmələri sadə olur, mürəkkəb olur. Sadə söz birləşmələri iki müstəqil sözün birləşməyinə yarar. Məsələn, məktəb həyəti sadədir, çünki iki müstəqil sözün birləşməyinə yarar. Mürəkkəb isə üç müstəqil sözün birləşməyinə yarar, üç və də artıq. Məktəbin enli həyəti. Amma sözü isə qurulursa sadə düzəltmə mürəkkəb olur. Yəni, sözdən düzəltmə də var, kitabxana məsələn. Oxşar cəhətləri nədir? Hər ikisi əşya və hadisəni adlandırır. Sözlə söz birləşməsidir ikisi də. Məsələn, ağac sözdür, şam ağacı söz birləşməsidir. Hər ikisi əşyanı adlandırdı. Hər ikisi cümlə üzvü olur. Həm söz birləşməsi. Məsələn, mehman mənim qardaşımdır. Mənim qardaşım söz birləşməsidir. Kim mehman? Mehman da sözdür və hər ikisi cümlə üzvüdür. Hər ikisinin başlanğıc forması olur. Sözün də başlanğıc forması olur söz birləşməsində. Məsələn, nümunə deyək buna. Hə. Məsələn, səndə sözünün başlanğıc forması səndir. Qalıb sözünün, məsələn, başlanğıc forması qaldı. Mənim qələmim sözünün başlanğıc forması elə mənim qələmimdir. Deməli, mənim qələmim söz birləşməsinin başlanğıc forması mənim qələmimdir. Səndə sözünün başlanğıc forması səndir. Qalıb sözünün başlanğıc forması qaldı. Yəni, hər ikisinin başlanğıc forması olur. Sonra və hər ikisi cümlənin qurulmasında iştirak edir. Bəli. Söz birləşməsi ilə mürəkkəb sözlər ki var, bunların oxşar fərqli cəhətlərini deyək. Deməli, hər ikisi fərqli cəhəti odur ki, söz birləşməsi sintaktik vahiddir. Mürəkkəb, bir dənə söz birləşməsi yazır. Yazım ki, məsələn, albomun rəngi. Bir dənə də mürəkkəb söz yazım. Dəvə-dabanı. Yazdım. Deməli, söz birləşməsinin biz sintaksis bölməsini öyrəndiyimizə görə söz birləşməsi sintaktik vahiddir. Mürəkkəb sözü isə leksikologiya bölməsini öyrəndiyimizə görə mürəkkəb söz leksik vahiddir. Adətən cümlənin mürəkkəb üzvü olur. Bəli, söz birləşməsi cümlənin mürəkkəb üzvü olur. Söhbət sərbəst söz birləşməsindən gedir. Amma mürəkkəb sözü isə cümlənin sadə özü olur. Məsələn, dəvə-dabanı mürəkkəb sözdür, amma cümlənin sadə mübtədası ola bilər. Sadə xəbərli tamamlığı təyin ola bilər. Sonra, hər sözün öz vurğusu olur. İncə sənət, söz birləşməsində hər sözün öz vurğusu olur. İncə sənət, amma mürəkkəb sözünün isə bir vurğusu olur. Sonra, tərkibindəki sözlər söz birləşməsində hər zaman ayrı yazılır. Amma mürəkkəb sözlərdə isə bitişik də yazılır, defislə də yazılır, ayrı da yazılır. Məsələn, dəvə-dabanı bitişik yazılır. Tez-tez mürəkkəb sözü defislə yazılır. Tez-tez. Məsələn, elə mürəkkəb söz olar ki, məsələn, bugün. Mürəkkəb söz kimi işlənəndə o da ayrı yazılır. Adətən tərkibindəki sözlərin sayını artırmaq olur söz birləşməsindən. Məsələn, albomun gözəl, qəşəng rəngi, amma mürəkkəb sözün tərkibindəki sözü artırmaq olmur. Oxşar cəhətlər nədir? Hər ikisi ən azı iki sözdən ibarət olur. Mürəkkəb söz də söz birləşməsidir. Məsələn, ot biçən mürəkkəb sözdür. Neçə söz var burada? İki söz. Otu biçən. Bu isə söz birləşməsidir. Neçə söz var? Burada da iki söz. Eyni cür sintaktik əlaqələnmə yolu ilə yaranır. Yəni, sözlərin birləşməyi ilə yaranır. Hər ikisi cümlə üzvüdür. Həm mürəkkəb söz, həm də cümlə üzvüdür. Söz birləşməsi ilə cümlənin fərqli cəhətləri var. Söz birləşməsi, məsələn, bitmiş bir fikri ifadə etmir. Məsələn, deyirəm, evin damı. Bitmiş bir fikri ifadə etmədi. Amma cümlə bitmiş bir fikri ifadə edir. Məsələn, deyirəm ki, evin damıdır. Yaxud da deyirəm, səhərdir. Baxın, deyərsən, müəllim, burada evin damına dediniz, bitmiş bir fikir ifadə etmir və dediniz ki, evin damı söz birləşməsi. Burada isə evin damıdır dediniz, bitmiş bir fikir ifadə edir, buna isə dediniz cümlədir. Bəli, burada cümləmiz
söz birləşməsində ifadə olunub, amma bitmiş bir fikir ifadə etdiyi üçün cümlə artıq olacaq bu. Səhərdir cümlə oldu. Çünki bitmiş bir fikir ifadə edir. İntonasiya bitkinliyi olmur söz birləşməsində. Baxın, evin damı. Hə, nə olub evin damına? Bu fikir bitməyib ki, biz bilək ki, bu evin damına nə olub. İntonasiya bitkinliyi yoxdur söz birləşməsində ona görə. Amma cümlədə intonasiya bitkinliyi olur. Bir sözdən ibarət ola bilmir. Söz birləşməsi ən azı 2 müstəqil söz olmalıdır. Amma cümlə bir sözdən ibarət ola bilir. Məsələn, səhərdir. Cümlə üzvü olmur söz birləşməsi. Cümlə üzvləri yoxdur söz birləşməsinin. Amma cümlənin cümlə üzvləri var. Mübtəda, xəbər, tamamlıq, təyin, zərflik. Qrammatik əsaslı olmur söz birləşməsinin, amma cümlənin olur. Yəni cümlənin qrammatik əsası mübtəda, xəbərdir. Oxşar cəhətlər nədir? Hər ikisi sözlərin məna qrammatik cəhətdən birləşməsində yaranır. Bəli. Söz birləşməsi də cümlədir. Sözlərin məna qrammatik cəhətdən birləşməsində yaranır. Baxın, məsələn, səhərdir. Məsələn, deyirəm ki, gözəl səhərdir, məsələn. Burada 2 dənə söz, gözəl və səhər sözü məna qrammatik cəhətdən birləşib cümlə yaradıb. Burada isə evin damı. Ev və dam sözü məna qrammatik cəhətdən birləşib söz birləşməsi yaradıb. Hər ikisi sintaktik əlaqələrlə sözlərin müəyyən sıralanması ilə yaranır. Məsələn, yay havası. Sözlərin müəyyən sıralanması var. Yay havasıdır. Hər ikisi sintaktik fakt. Yəni, hər ikisini biz sintaks bölməsində öyrənirik. Belə, əziz şagirdlər və dəyərli müəllimlər, söz birləşməsi mövzusu ilə bağlı olan izahlarımız bundan ibarətdir. Növbəti dərs izahlarında görüşənədək sağ olun, salamat qalın.